Size bildirim bağlılarına. Bizim o işine nazımıza, sizin hamınıza, burada yaşayan bağlılara bir hamıza sağlık diliyorum. Sağ olun, gene bırakın. Eliniz kaldırın, eliniz kaldırın. Kaldırın. Devam oynatın. Gitmeyin, dayanın. Sen dayansın oğlum. Dayanın. Bir bayram alalım. Alın, biraz daha alalım. Ya. Allah rahmet eylesin. Allah rahmet eylesin. Bu şəhidlər üçün bax bu abiləmiz gəldən əsas Əmirxan olubdur, Sabir olubdur, Sabir olub, Hacami olubdur.
lisi olubdur. Bunların özlərinin ata-analar olubdur. Öz də məktəb üçün çox böyük bir gözəl abidə. Gələn gedənlərin hamısı deməli gəlir buna baxır, həsəd aparırlar. Heç bir məsciddə belə bir şey yoxdur. Allah bunların hamısına rəhmət eləsin. Yəqin ki, hamısını tanıyırsınız, bir daha deməyə ehtiyac yoxdur. Xüsusilə mən elə o müşriq haqqında demək istəyirəm ki, bu kəndin salamat qalmasında müşriqin böyük olur. Allah onların hamısına rəhmət eləsin, şübhə yoxdur. Ancaq müşriq burada komandir rota işləyir. İnan o çal qaçdı, nədir orada bir 260 hektara qədər yeri aldı. İndi bu saat hamımızın malımızın, qoyumuzun görüşüyor. Əgər erməni oyunu torpağıydı halı, onu biz aldıq. O yadınızda var mı? Odnaza gedəndə o cığırın üstlərində o kafirlər həmişə taxıza da kildilər, qaradala kildilər. O yerləri aldı, indi onlarda biz istifadə edirik. Allah bunların hamısına rəhmət eləsin, sizinlə canınız sağ olsun ki, bunları yad eləyib, gətirib buraya bir əkilib qoysun. Sağ olun. Torpağı sanında Allah sizin hamınıza ömür versin. Sağ olun, bir daha yenə minnətdarımızı bildirin. Sağ olun. Allah rəhmət eylesin. Allah rəhmət eylesin. O bir şəkil çəkən var. Bax o oğlandır. O Boşlama için buradayım. Belki biraz çıkmanı bitirmemişim. Pulu verdim. ha. Kim şəxsi özləri istəyirsə, Şeyler götürecek, kırıldı. Ha, böyle mi hamısı? bunu bekliyorum ya. Uşaqlıların yanında. Buradan geldi, buradan geçeceğiz, her şey defteri buradan almış. Yoğurma, yoğurma. Onların derecesi peki de şapalası. Gel. Aylasın. Öyle. Bunların bir davamiyeti yoklar. Sonra bunlardan gelen gelmedi kimi? İşte mi? Biz de bir tuğ dişliyiz. Aşır oğlu İsmail. Abdullah Səhrat. Vəliyevə Gülbəni sütü icazə vermişik. İsmailova Şahnaz. Xəstələnir. İsmailov Süleyman Osmanov. Yusufova Xatirə. Yolçeva Siyalı. Kərimov Kərim. Kərimov Bəsti. Gölbanova Samaya. Məmmədov Nəbi. Məmmədov Aydın. Musayeva Rahilə. Mansurova Həqiqət. Musayeva Məhbuba. Məmmədova Reyhan. Nağdaleva İqlimə. Nəsibova Nazilə. Nəsibov Nəsib. Osmanova Şəhla. Omarova Xanım. Paşayeva Flora. Hacıyeva Gülü. Halal olsun Hüsnü rəhbərimizə. Burada müşahidəli olmuşam, dərslər dinləmişəm. Burada çox savadlı, çox yaxşı oxuyan, gözəl tələbələr var, gələcəyin sahibi olacaqlar. Allah olsun. Sahib olsun, imkanlardan da əffək qiymət alacaqlar, ali məktəbə gedəcəksiniz. Hamısı gözəl. Ali məktəb sizi gözləyir. Ali məktəbdə olmalısınız. Tanımalısınız. Gələcək nəsli siz yetişdirəcəksiniz. Gələcək nəslə siz xidmət göstərəcəksiniz. Sağ olun. Sağ ol, sağ ol. Ben bir şeyi nəzərinizə çatdırım. 35 nəfər müəllim var bizim məktəbimizdə.
Onun 33 nəfəri ali təhsillidir, 2 nəfəri pedaqoji orta təhsillidir. 377 nəfər uşağımız oldu sentyabrın birində. İnanın, bu ağsaqqal müəllimlər yenə də sizə dərs dediyi templə dərs deyir. Həmin biliklə sinifə girirlər, həmin təşkilatçılığına sinifə girirlər, həmin əqidiyyə sinifə girirlər. Yenə də sizə nə tərzdə dərs deyirlərsə, o tərzdə də dərsi deyirlər, bax, bu ağsaqqallar. Ancaq indi o zamanı ilə ayaqlaşanda, indi sizin o 3 oxuduğunuz, o indiki devrin 5 oxuyanından yaxşı sanat. Mən həqiqi deyim. Çünki o zamanın devri bilirsiniz də, bu saat o uşaqların da elmə qarşı marağı azalır. Məsələn, məktəbdə təminat zəifdir, azdır, iqtisadi cəhətdən zəiflikdir. Uşaq bəzən o kitabı almağa imkanı olmur. Ancaq yenə də müəyyən xeyriyyəçi adamlar var. Mən sizinizlə hamınızı o xeyriyyəçiliyə dəvət edirəm. Çoğunuz, məsələn, burada yaşamadığınıza baxmayaraq, qardaşınız olur, başınız olur, əmriniz olur, dairiniz olur, buradadır. İmkan da onlara kömək eləmək lazım, o dərsiliyi ala bilsinlər. Orada onlar da var. Bir kəlmə, yəni. Sınıf komdunuz. Sınıf qovdu da, sınıf qovdu. Qızım hərdən riyaziyyatdan çətinlik çəkəndə köməkli edirəm. Deyir, ayətədir, nə yaxşı yadımda qalıb bunlar. Mən deyirəm, mənim üstün müəllim kimi riyaziyyat müəllim olub, Nağdaliyev olub, Baba müəllim kimi belə riyaziyyat müəllimlərim olubdur. Ona görə mənim ömürlük həkk olunubdur yaddaşıma. Mən də öz sinif yoldaşlarım adına, yəqin hamısı məndən razıdır. Çox təşəkkür edirik. Çox sağ olun, çox sağ olun. Gün oyun olsun, həmişə bu sinif otaqlarında sizin gür səsiniz gəlsin, sizin yetiminiz, uşaqların ali məktəblərdə Həmişə enerji, həmişə quru, sizə gözəl, belə açıq şəkildə deyir ki, sizin görüşümüz, bizim bu işimiz bizə cavanlaşdırır və belə qaytarır. Sizin bu gəlişiniz ürəkləndir, çox belə 20'liklər keçməşi şəkildə deyir. Sizin təbiidir, daxildən gəlir, hamınızı görüşünüz. Bunlar bir-birini o qədər səmimi, o qədər gözəl görüşürsünüz. Təbiətinizdən də, sifətinizdən də, o fəlsəfi nöqtəyi nəzərdən gözəl belə piprana yağır. Açığını deyil. Mən çox şadam, qaymaqlı cəmaatın içində bu qədər gözəl ziyalılar getirilir. Sağ olun. Sizin tərbiyəniz, sizin ali cənablığınız bizi xoş gəlir, açıq. Görün, necə də qayıdıbsınız, necə deyqurdu. Mən indi inana bilərəm ki, qaymaqlı cəmaatında salatlı xalq çoxdur. Mənim gənclərim indi doğrudan da əminum var ki, onlar qaymaqlı səhvlə Azərbaycanlı. O cümlədən qaymaqlı kəndinin belə açıq şəkildə lobbiləridir, hər yerdə. Onları qadarlar. Mən fəxr edirəm sizə. Sağ olun. Ay dərsə müdürü, getmə bir yaxın gəl, yaxın gəl. Mən bu məktəbin bir buraxmış şagird olduğu kimi, deməli, 84-cü ildə Timriyaz Akademiyasında mən imtahan verdim. Birinci dəfə biyologiya imtahanı verdim, ona hazırlaşmışdım. Amma fizika imtahanı mənim heç hazırlığım yox idi. Təsəvvür edin ki, 2 gün müddətində mən kitabı başladım axtarmağa. Özü də ki, mənə rus dilində vermək imtahan lazım oldu da, Azərbaycan dilində yox. Elə gəldi, bileti çəkdim, 2 dənə məsələ düşmüşdü, bir dənə də teoriya. Teoriyanın çətinlik nabiyyəsini çəkdim, mən isə müəllim məsələləri baxan kimi dedim, malacaq sərliliyirsiniz, mənə 4 yazdım, mən çıxdım. İndi mən o biliyi yəqin ki, bu məktəbin sahəsində qazanmışam. Uşaqlar soruşdu ki, Gürcistandan uşaqlar var, ay sən nə tər qiymət aldın? Bizim müəllimlər, Bostan Böcənim, bizə dərs keçiblər. Biz də oxumuşuq. İndi ona görə biz minnətlar həmişə. Sağ olun. Hoş gəlibsiniz, hoş gəlibsiniz bir daha. Özgə söhbət olan var mı? Yoxdur. Yarısından qalmayın. Maşına verək, maşına qoyarıq. Günlər maşına qoyarıq. Günləri maşına qoyun. Sonra deməkdən, sonra yüzünə dəvət edirsiniz. Məktəb direktoru bulan davamiyyətini yoxlasın, görək necə dərs yazdılar. Davamiyyətdə var yoxsa yox? Yox, sizin rəhbərlərinə halal olsun ki, davamiyyət yaxşıdır. Yaxşıdır. Laflamar o nazim. Sınıf komşu dəyə qalır. Burada davamiyyət buradadır, xoş gəlibsiniz.
məktəbin direktoru yoxlayır ki, siz bu 20 ildə gələn görüşə gəlmək üçün görə 100% gəlirsiniz, yoxsa yox? Qalanlar üzürsünüz, ona görə xahiş edirəm, yoxlayın. Abdurrahmanov Nazim. Nabat. Üzülü səbəbə görə gəlməkdə yəni ki. Abdullayev Nəbi. Burada. Taşdəmirova Güllü. Əhmədova Mahirə. Burada. Əybova Mələk. Aybova Aybəniz. Burada. Əybova Aydın. Əybov Tahir. Osmanov Əhməd. İskəndərov. Cobalov Fazil. Mustafayeva Hürü. Mustafayeva Süsənbər. Məmmədova Mehriban. Nəsibov Əhməd. Gəlmin, Nəbiyeva Xanım. Nəsibov Xalid. Nəsibov Nazim Üzülüdür. Osmanov Mətanət. Süleymanov Musa. Süleymanov İlham Üzürlüdür. Süleymanov Rüstəm. Davamiyyəti pis uşağın dərsi. Süleymanov Əlövsət. Burada. Mümbətov İsmail. Burada. Həsənov Mehman Üzürlüdür. Həsənov Sabir. Burada. Aşırova... Davamiyyət ümumiyyətlə yaxşıdır, bu olmadı. Hava olsun sizə rəhbərdəki davamiyyəti yaxşı teşkil edir. Çok yaxşı. Ben yenə də deyirəm bu söhbəti. 61 nəfər sınıfa daxil olubsunuz, 52 nəfər qutarıbsınız. Tam 2 sınıf bildirdə. Bir sınıfda neçə nəfər olub uşaq? 29. 29 tam qutarıbsınız. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 21 nəfər iştirak edir. Çox böyük tələbədir, çox böyük arzudur. Mən açıq şəkildə deyirəm. Sizin cöhrəniz, sizin gözəl bax, bu hazırlığınız, daha doğrusu bir səmiyyətiniz, qaymaqlı cəmaatın, daxil olan ziyaların faizini artırırsınız. Mən bu günlər çox şadam, açığını deyir. Siz bütün işləri təbii görürsünüz. Sizin görüşünüz, cəmaatın içərisinə gəlib bu təbliğiniz, qaymaqlı cəmaatla görüşməniz heç də sünüy görünmür. Çox olur 20 illərdir. Hamısından müəyyən qüsurlar olur. İnanın və bilin ki, sizdə qüsur yoxdur. Özü də bu kəndin ən gözəl gələcəyi, tam qəlbli, gözəl gelir, sevgiyə malik olan insanlarsınız. Mən bunu inanacağım ki, bizim yetirmələrimiz bütün Azərbaycana səfələnib və qaymaqlılıq doğrudan da şöhrətini qaldıran sizin olacaq. Sizə xoşlar. Və 2020-ci ildə 40-cı arzulayacaq. Orada siz də yada gələcəksiniz və bizə hər hansı bir söz olaraq yadınıza salacaksınız. Sizə böyük ruh, bu ürək, bu sima, bu qəlblə arzu edirəm ki, o qədərləriniz olur. Sözün söhbət olanınız var mı? Sözə verim. Deyil. Mənim sinif komşumuz borcumdur. Bağa müəllim bizim sinifi bəlkə də layiq olduğundan da artıq bir dərəcədə qiymətləndirdi. Biz, valla elə mən özüm həyəcanlıyam nədir, yəni uşaqlar hamısı da məni kimi elə fikirləşirlər. Bugünkü gündə biz nəyə nail olmuşaqsa, bu da ancaq onu bilin ki, sizin səbəbinizdədir, sizin əməyinizdir. Və Allah eləsin ki, həmişə də əməyiniz qiymətləndirilsin və bundan sonra da arzu ilə oxuyan uşaqlara mənə bir şey çox təsir edir ki, izləyirik, mətbuatdır, televiziyadır, baxırıq. İnstitutlara qəbullar var, Çaylı məktəbi çıxıyor, başqa məktəbi. Qaymaqlı məktəbi adla olub. İndi, yəni ki, bilmirəm, bu nə əlaqədardır, nəsə həmən səviyyə yoxdur. Arzu ilə ki, siz maşallah, Allah canınıza sağlıq versin, hələ ki, sağsınız. Sizi çox işlətdik, yetişdirin ki, məktəb işlərində çox işlətdik. Gəlsin, həmin səviyyəyə qayıtsın. Biz o səviyyəni arzu edirəm. Sağ olun, əməyiniz, iflasın çox sağ olun, çox razı. Mən elə sizə bir... Murat müəllim də deyil, siz suala cavab. Kimi də deyim Həmişə direktoru əldədir, qızlarım açıq şəkildə deyim. Bu məktəbi həmən simaya qaytarır və olacaq. Bu dediyiniz şey, bu şeylərdə baş verir. Simada. Deməli, hər kəs öz yerində olmuyor. Ona görə də bu arada boşluq yaranıb. Həmən boşluğunu da aradan qaldırmaq üçün Murat müəllim işin görəcəkdir. Və umudumuz var ki, bu estafiyeti davam etdirəcəksiniz. İnşallah. Sizin balalarınız o zürrətləriniz İlk əlbədə mən deyim, biz sizin buraxılış 80-ci ildə siz buraxılırsınız. Bu dövründən bəri 20 ildə buraxılan tələbələr arasında mən özümüzə demirəm.
bu ilki 11-ci sınıfımız. Bir də sizin dövrdə buraxılanlar ən yaxşı oxuyanlar olur. İndinin özündə bu 20 ildən bəri, bax bu ilki 11-dən razıyıq biz. Çıxışlarını da gördünüz siz. Savadlı çıxış eləyirlər hamısı. Savadlıydı. Bəli, bunların hamısı deməli mən nəyə görə deyirəm? İki buraxılır ki, ikisi də təsərrüatı və bir yerə düşür. Həm 20-lik, həm bu. Yəni bu iki qüvvələr birləşir, daha doğru bir yerə düşürlər. Sizdən çox razıyıq, yaxşı oxuyursunuz, yaxşı da mövqelər qazanırsınız. Dindən belə də arzu edirik, yaxşı mövqelərdən durun. Sizin adınız bizim fəhrimizdir, biz də sevinirik, belə yetirmələrimiz var. Geriyə qaytarırsınız, bizi cavanlığa qaytarırsınız. Hamımıza can sağlığı arzu edirəm, vəfəqiyyət arzu edirəm. Arzu olsanız, bəxtiniz yaxşı olsun. Mən elə sizə bir növ hesabat kimi bunu demək istəyirəm ki, deməli məktəbdə 35 nəfər müəllim şagirdlərin təlim tərbiyəsindən məşğuldur. Onun 33 nəfəri ali təhsilli, 2 nəfər pedaqoji orta təhsilli. Bax, bu gördüyünüz o axsaqqallar yenə də sizə o hansı templə dərs deyilsə, hansı biri ilə dərs deyilsə, hansı intizamla dərs deyilsə, yenə də həmin intizamla gedir. Düzdür da indi o arada bir boşluq oldu. Arada bir boşluq oldu, o bəxti çox gözəl edər. Məktəblərə qəbul deməli az oldu. Ancaq söz verirəm ki, indən belə yaxşı olacaq. Bir daha yenə hamıza can sağlığı arzu edirəm. Xoş gəldiniz. Sağ olun. 2020-ci il. Mənim sizin olanlarımızdan buraya Gəl, götür. Elə, keç, belə. Gəlsən dağılırsın, ona görə. Eşitmiyor. Eşitmiyor. Bizi çek, hemen Mehmet'te bizi çek. Dolaşırımı çekelim. Alo sen, dur, давай. Yine hara gelir ya? Üstünümüz kalektif çekmek. Görüşün birinci hissəsini çox gözəl qurtardı. O ikinci hissəsinin toplanışına yığışmışıq. Mən bir şeyi sizin nəzərinizə çatdırım ki, o işimizin gelişi belə olacaqdır. Deməli, burada sağlıqdan kənar adam qalmayacaqdır. Ulusiyyətdən başlamış, bir də bu kəndə qədər olan bütün məzun yoldaşlarımızın hamısının sağlığını qeyd edəcəyik. Və o yoldaşlarla qalxanda video çəkən, gedir o adamın yanına, o adam özünün işi, gücü, ailə tərkibi haqqında öz yoldaşlarına məlumat edəcək. Biz sizin həm müəllimimizik, həm də atamızıq. Burada heç bir utanmaq, nə mən qısalmaq, nə mən başqa şeylərlə durur. Bir də bir şey xahiş edirəm ki, bir neçə saat burada oturacaq, çalışır, tam bir-birinə hörmət edəsin. Çünki biz belə tədbirlərdə bu sözü mən demişəm, ancaq axırda başqa variantlar alındı. Ona görə çox xahiş edirəm, içki ilə güləşmək olmaz, içki ilə mübahisəyə girmək olmaz, bir neçə saat oturacaq, ona görə bir-birimizə hörmət edilməyə çalışdıq. Çörək də gəlib ki, belə bir gözəl söhbədir. Biz çox şadıq ki, ilin gözəl fəsilində, gözəl ayında, gözəl günündə sizdən görüşürüz bu gözəl evdə. Xahiş edirəm, həyat edim ki, o içkiyə
kişiye çok da arıda olmak lazımdır. Biz sizin hamınızı salamlayırıq, hamınıza can sağlığı arzu edirik, hamınıza işinizden sonuna kadar edirik, hamınızın valideynizə salam göndəririk. Hamınız gələndə öz bütün ailə üzvlərimizə bu müəllim kollektiv adından salam olarsınız. Gəlin birinci bu sağlığımızı, birinci bu gözəl sözümüzü qeyd edək, bu gözəl evin sahibini sağlayın. Çünkü ev şen olmalıdır ki, gelen konaklar orada güzel istirahat eylemesin. Bu güzel nefes, bu güzel bina, elə bil ki sizin için hazırlanmış. Gelin bu birinci sağlığımızı içək. Mahmud'un sağlığına, Mahmud'un evlatlarının sağlığına. Eğer ki Mahmud başta olmak şartıyla, onun evlatlarının sağlığı olsun ki, böyle güzel bina düzeldir, böyle güzel otak düzeldir, böyle güzel konakları kabul etmek için şarayet yapar. Mahmud, benim bir yakınım. Nasıl bunu? Yerinde sahip. Tamam. Yok, bunu alacağız. Bunu Aziz mezunlar, aziz balalar, Mahmud kişiyi hamd tanıyasınız. Mahmud'un özü okuyan olur, açık dedenler. Bana kovalıyor, ben ne bakacağım düzü. Ancak Mahmud'un bazıları, afaya kimya evren namazlardır. Belki de bilirsiniz, bilmişsiniz diye bilmem. Neydi Ali təhsili həkimdir? Ben özel Ali təhsili həkimdir. Deməli, o bazı hələ qızla evlada gəldilər. Deməli, bu bazıları en güzel okuyan uşaqlardan biri olur ki, yenə də misal lazım olanda biz onların misal kimi çəkirik. Mahmud'un evlatları, Aydın göz qabağındadır, sizin mezun yoldaşınızdır. Çiçək müəllimə də yenə mamalarından qalan olmuşdur. O gördüğünüz də, o siri də, sifəti də, təlimi də, tərbiyəsi də bizim həmişə gözümüzün qabağındadır. Həmişə də biz o şahitlərə onu nümunə göstərir. O Mahmud'un canı sağ olsun. Onun yoldaşı Samaya Balıqlarının canı sağ olsun. Onun bazılarının canı sağ olsun. Onun evlatlarının canı sağ olsun. Aydın'ın sağ olsun. Çiçək müəlliminin sağ olsun. Sənin bu evin həmişə belə qonaqlı qonacağı olsun. Həmişə belə gözlə sözlər olsun. Bu evin də, bu eşiğində mübarək olsun. Hamı sənin sağlığın olsun. Hamımız açıq ürəklə, böyük qəlblə bu birinci sağlığımız, bu birinci kişinin sözü sizə havalə edilir. Bax bu evimiz eşiğiniz mübarək olsun. O bazıların sağlığı olsun. Onların uşaqlarının sağlığı olsun. Yoldaşlarının sağlığı olsun. Oğlun Aydın'ın sağlığı olsun. Kızın çiçeğin sağlığı olsun. Mübarək olsun. Bak hele bunu gördüm böyük bir toy. Bunu gördüm böyük bir şartlıdır. Bak siz başta olmaz şartlıdır. Bu hayatta nefes alanların hamısı canı sağ olsun. Sağ olun. Sağ olun. Bütün ailemle siz sağlığınız olsun.
Ha, çağır onu. Cəzmin işinin yüzünün 99% qaldırılmasıdır bir daha sizə. Göz aydınlığı verirəm bir daha bu eviniz, eşiniz mübarək olsun. Mahmud kişi başda olmaq şərtilə bu dərədən payı olanların, bu dərədə çıxanların, bütün nəfəsi üstə olanların hamısının sağlığı olsun. Gel bunu yöre görürsən. Buyur, ürəyində nə sözün, söhbətin var deyirsən, ondan sonra Şamaya bacı, ondan sonra Aydın, ondan sonra da Çiçək bacı. Buyur. Takipçileri, siz hamınız hoş geldiniz. Allah canınızı sağ eylesin, sağ olun. Biraz yakın. Sizin bu məclisinizi, sizin bu yığıncağınızı mərvəkdən çox təbrik edirəm. Allah canınızı sağ eylesin. Allah'ın şükür böylüyünə ki, hamınız sağ-salamat, belə xoşbaxt gəlib yığılıb takipçilərinizlə belə oturursunuz. Bu böyük bir xoşbaxtlıqdır. Və Furat müəllim deyir, Mahmud oxumamışdır. Mən oxumamışamsa, ancaq ağrı təsirli sənətkərəm. Bunun hamısının təşəbbüsü, hamısının təkan vericisi bu müəllimlərdir. Bu müəllimlərin canı sağ olsun. Biz savadı, elmi, riyaziyyatı, sənətkər olmaq çox çətindir. Bunun hamısı riyaziyyatla gərək əldir olasın. Riyaziyyatdan gərək başın çıxaş sənətkər olasın. Sağ olun, canınız sağ olsun. Siz hoş çalışdınız. Ve bu tələbələrlə sizin hamınızı çox sağlam dilerim, sağ olun, var olun ve İbrahim'siniz. Xoşbaxt olsun, çox sağ olun. Şamaya basın. Gel, bir onu yaxşı çəkir. Gel buraya. Müəllim, Murat müəllim, Baba müəllimi təbrik edirəm. Əvvəlcə Pər müəllim, Mələk müəllim. Bunlar mənim müəllimim olur, sonra da evlatlarım. Bunlar xoş gəliblər bizə verirlər. Əvvəlcə bunlar mənim balalarımın. Yaxındır. Əvvəlcə bunlar mənim balalarımın 20 illiyindən gəlir. Sonra da arz edirəm ki, Aydının balasının toyuna gəlsinlər. Hə, sizdən qurban olun, xahiş edirəm ki, mən bu balalara o qədər əziyyət çəkmişəm bunların 20-liyi qarşısında. Bunların eşitir ki, 20-likləri var Məsməl müəllim, Baba müəllim, Murat müəllim. Siz bilməzsiniz, ancaq onu qonşu bilir. Bunların 20-liyi mən 2 il ərzində çox həyatdan keçirirdim. Ki, mən özüm qəmiyim. Mənim öz qapımda, öz oğlumun belə qəşək toyu olsun, 20-liyi keçirsin. Öz ürəyi istəyən müəllimlər də buraya xoş gəlsin. İndi mən çox sizdən minnətdaram. Bu balalarım da xoş gəlir. Nərgiz müəllim də hərdir ki, biraz məndən aşağı sınıf olubdur. Nərgiz müəllim də xoş gəlir. Qalanın hamınız xoş gəlirsiniz. Qurban olun sizə. Sağ olun. Sağ olun, güzel. Çiçək müəllimə, Çiçək müəllimə. Bir xahiş edirəm Çiçək müəllimə çağır. Gelir, gelir. Bizə olardı deyir. Bilirəm dəftəri qələmi bizə verirsən. Onsuz sinəndə var onun baxmasanlar. Buyur oğlum. Uzaq yerlərə yaxın edib gəlmişsiniz. Öz elinizə, oğlanıza tələsmişsiniz. Bugün üçün darıxmışsınız. Bu günümüzü təbrik edirəm. Bu günümüz mübarək olsun. Mən bugün çox sevinirəm ona görə ki, bugün qardaşım Aydının 20 illiyidir. Bu mənim üçün bir təntənə, bir bayram, bir toy-büsatdır. Və eyni zamanda hamısının da çox müəllimlərimi görməyimə çox sevinirəm. Bu mənim çox rəyimiz oldu. Mən bunların hər birini bayramına basıb öpürəm. Yəni bizi bu səviyyəyə çatdıran hər bir müəssisənin, bir şirkətin sahibisiniz, Murat müəllim demiş. Biriniz Leningradın sahibisiniz, biriniz Gəncənin sahibisiniz. Yəni sizi bu səviyyəyə çatdıran, bizi bu səviyyəyə çatdıran bu müəllimlər olur. Biz onların qarşısında baş əyirik. Qoy saçları həmişə sizin kimi şərəfli evlatların yolunda ararsın. Və bir də müəllimlər ona görə minnətdarıq ki, bizi şair böyüdürlər, bizi aşıq böyüdürlər, bizi üzüb, qoşan, yaradan böyüdürlər, bizi belə tərbiyə edirlər. Əhsən, eşq olsun belə müəllimlərə. Mən burada
ad təbrik eləsəm bəlkə də seçkinlik düşər. Ancaq yenə qəlbdə kimlərinsə burada yeri var. Ən başda öz qardaşım Aydını bağırma basıb öpürəm. Onun ailəsinə xoş gəlmişsiniz deyirəm. Uzun illərdən bəri bunlar bu elə qoyaya hərdən bir gəlirlər. Onların hər üçünü bağırma basıb öpürəm. Eyni zamanda burada yenə seçkinlik düşməsin. Əmin qızı Mehribanı təbrik edirəm. Xalamızı Qaydanızı təbrik edirəm. Əmin oğlanları, nəvləri təbrik edirəm. Qonşu miqdarı təbrik edirəm. Və bunların simasında hər birinizi öpüb bağrıma basıram. Hamınıza xoş gəldin deyirəm. Və Mehribanın adını ona görə çəkdim ki, burada rəhmətli Cəlləmin adını çəkəcəm. Onun ikinci misralı şeirinə mən bir nəzirə yazmışam. Onu oxumaq istəyirəm. Yəni o şeir, o yığıncağı, mənzil sormur ki, mən orada şeirsiz geçeyim. Dolayı sizə də yadigar bir şeir deyim. Cəlləm deyirdi ki, təmənnən var əcəl hökmü yazana, insan heç ölməyə, ömür uzana. Bir zəfəlik deyə qədir qazana, axsın külüngünü, beldən əl çəksin. Həmin şeirə mən bir nəzirə yazmışam, onu oxumaq istəyirəm. Təmənnən var əcəl hökmü yazana, qardaşlar ölməyə, ömür uzanar. Gəl yenə deyək dədə o zaman, toy bir saf dursun, elim şənləsin. Toy bir boy boylasın, bir söz söyləsin, uçan durnaları yoldan eyləsin. Dünyanın gərdişin bir an eyləsin, qardaş kəlməsində tellər oynasın. Qardaş gələn yollar nura belənsin, qardaş gələn yollar güllər ələnsin. Oğlu Tanrıdan sağcan verəsin, bir büsat qurulsun, elim şənlənsin. Bu ömür yolunda hər an şad olun, dərddən uzaq olun, qəməyad olun. Oğlu Tanrıya yaxınad olun, sevinciniz aşkın, başkın, sellənsin. Bir büsat qurulsun, aləm şənlənsin. Təbrik edirəm hər bir. Hoş geldiniz. Bizim bu görüşümüze ben daha çok sevindim. Ona göre ki 30 kat geçmişti, icazəni elə almışam ki, bəzi yoldaşlar bilirlər. Nəinki sinif yoldaşlarım və həm öz qohumlarım, əmin qızı, əmin oğlu 20 yıl görməmişim. Gördüm, çok sevindim. Allah həmişə sizi sevindirsin. Allah'tan arz edirəm, Qaymaqlı kəndinə, İncə dərəsinə həmişə xeyir işi gələk. Sizə uzun ömür, can sağlığı arz edirəm. Sağ olun. Sən edirəm ki, ailəni çıxmaq imkanı yoxdur. Mahmudun bir yaxşı sözünü mən bir daha sizə xatırladıram. Mən özüm Mahmuda nazarafatımla savaşdım, ona ki dedim okumadım. Çünki bacılar okuyub, uşaqlar okuyub, özüm okumadım. Mahmud en gözəl sənətkardır, bəlkə də biz o riyaziyyəti, o fiskanın, o həyata tətbiqində bacarıqsızlıq eləmirik, ancaq Mahmud onu bacarır. Yaxşı oynamaq çalışsın. Yaxşı oynamaq çalışsın.